Erektil disfunksiyadan ilk olaraq xəstələrin fikirləşdiyi mövzu sərtləşmə ilə olan bir problemlərdir. Əslində bu düzgün bir düşüncədir. Problem sərtləşmədə olur və xəstələr bununla bağlı müraciət edir. Bu problemin bir neçə səbəbləri ola bilər. Xəstələri mən iki qrupa bölürəm. Cavan xəstələr və hardasa 40-45 yaşından yuxarı olan xəstələrə iki qrupa bölünür. Ümumi belə götürsək, 3 dənə səbəbi var. Birincisi orqanik. Orqanik yəni nə deməkdir? Yəni bu orqandan bağlı deyil. Orqanik bu o deməkdir ki, xəstədə hansısa bir xəstəlik var və belə bir nəticəyə gətirib çıxardır. İkinci variantı psixoloji səbəblər. Burada da cürbəcür variantları var. Üçüncü səbəb isə qarışıq. Yəni biraz ola bilsin orqanik problem var, biraz da psixoloji problem. Bəzən bu problemlər bir-biri ilə bağlı olur. Yəni ki, ilk olaraq orqanik problem olur, nəsə yüngül bir dərəcədə, amma sonra isə psixoloji tərəfi də bu məsələyə qoşulur. Orqanik səbəblər bir neçə tip səbəblər ola bilər. İlk olaraq testosteronun azalması. Yəni bizim bədənimizdə bu prosesləri idarə edən hormon testosterondur və onun bir neçə variantları və fraksiyaları var. Əgər doğrudan da testosteron bədəndə azalıbdırsa, son olaraq sərtləşməyə də bunun təsiri var və son olaraq sərtləşmədə problem yaradır. İkinci səbəblər isə orqanik səbəblərdən hansısa xəstəliklər. Bəzən xəstələrdə şəkər xəstəliyi, ürək xəstəlikləri, ürək çatmamazlığı, bu xəstəliklərdən əziyyət çəkən xəstələrdə belə bir problem olur. Nəyə görə? Bütün bu mən dediyim problemlər, diabet, ürək xəstəlikləri, bunlar hamısı damarla bağlı olan problemlərdir, damarlarla. Kişilərdə sərtləşməni yaradan damarlardır. Əgər ümumi damarlarda bir problem varsa, ateroskleroz oldu, daralma oldu, bunlar əlbəttə ki, həm ürəkdə də ola bilər, həm cinsiyyət orqanında ola bilər. Şəkər xəstəsi də oxşar mövzudur. Və bəzən bu xəstələr müəyyən dərmanlar qəbul edir, hansı ki, sərtləşmənin keyfiyyətini azalda bilər. Amma bu xəstələr bu dərmanı məcburi qəbul edir. Yəni ki, deyim ki, qəbul etməsin, hər şey bərpa olunacaq, bu da düzgün deyil. Burada biraz ciddi yanaşmaq lazımdır bu məsələyə. Bəzən orqanik dediyimiz xəstəliklərdə belə bir mövzuda var ki, cinsiyyət orqanının venoz, yəni ki, venalarında problem olur. Bu üçüncü tip bir problemdir. Venoz qaçaq deyirlər buna. Lazım olan qədər qan cinsiyyət orqanına toplanmır. Hardasa qaçaqlıq var venalarla və ona görə də sərtləşmə lazım olan qədər olunmur. Diaqnostikadan danışsaq, biz burada səbəbini axtarmalıyıq bu problemin. Və əgər orqanikdirsə, biz bu tərəfə yanaşmalıyıq. Əgər psixoloji bir məsələdirsə, burada biraz yanaşma fərqlidir. Əgər bu məsələ psixolojidirsə, əlbəttə ki, burada tək uroloqun işi yox. Burada uroloqla yanaşı ya psixoterapevt, ya da ki, seksoloq, seksopatoloq dediyimiz bir mütəxəssislər var. Bunlar məşğuldur bu məsələ ilə. Amma yenə də bu durumları bir-birindən dəyərləndirmək lazımdır. Əgər doğrudan da orqanik bir problemdirsə, bu xəstəyə müalicə lazımdır və müalicə ilə də yaxşı nəticə almaq olur. Müalicəyə toxunsaq, burada bir neçə variantlar var. Bayaq dediyim kimi, yəni psixolojidursa bu mütəxəssisə yönləndirməlidir. Əgər orqanikdirsə, əgər bu problem testosteronun düşməsi ilə bağlıdırsa, əlbəttə ki, bu məsələ araşdırılıb, ondan sonra ola bilsin ki, xəstəyə testosteron terapiya lazım olsun. İkinci isə, əgər tutanıb xəstədə venoz qaçaqlığı varsa, bu da təsdiqlənir Doppler müayinəsində. Orada da bəzi momentlər var, hansı ki, xəstəyə kömək edə bilər, ya dərman, ya əməliyyat nəticəsində. 21-ci əsrdə bu problemin demək olar ki, hansı variantı belə olsa, onun həlli var. Sadəcə burada düzgün yanaşma lazımdır.